Zelenski Ərəb ölkələrinə müharibə gedən vaxtı, İran bombaları tökülən vaxtı nə gəzirdi Ərəb ölkələrində, nə gəzirdi? Deyəcəz pul axtarırdı. Zelenski pul axtaran adamdır. Zelenskinin pula ehtiyacı var ümumiyyətcə. Zelenski Yahudidir. Dünyanın böyük güclərinin vacib aktyorudur. Zelenski Bakıya niyə gəlir? Deyilmi niyə gəlir? İki səbəbə görə gəlir. Bir, qütbləşmədə İlham Əliyev yerini bilməlidir. İki, bu cəbhə, bu bölgənin komuta qərargahını Zelenskiyə veriblər. Çox güman ki, ortada Yahudi məsələsi var, İsrail məsələsi var. İlham Əliyevin pişlikləri ortaya çıxdı. İlham Əliyevin türkülüyü ortaya çıxdı. Ərəb ölkələrinə niyə getdi Zelenski? Mən sizi, nefti, sizi drone texnologiyası vasitəsilə qoruya bilərəm. Yəni, havadan hücum qüvvələrini zərərsləşdirə bilərəm. Yəni, İranın atdığı mənim təcrübəm var, 4 illik, 5 illik müharibə təcrübəm var. İranın raketlərindən, İranın dronlarından biz qoruyuruq Ukraynanı. Kifayət qədər təcrübəmiz var. Ona görə gəldi Ərəb ölkələrinə. İsrailin istəyi ilə gəldi, Trump'ın istəyi ilə gəldi. İndi isə Azərbaycana gəlir. Niyə gəlir? İki məqsəddən. Tərəfini seç desək yalan olar. Çünki biz, İran da bildi, dünya da bildi ki, İsrail İlham Əliyevə özü deyib ki, mənlə özü düşmən kimi göstər, İranla dost kimi göstər. Səni bombalamasınlar. Çünki İsrailə heç kim neft vermir. İsrailin nefti, strateji məhsulları, hətta silahları belə Azərbaycan təyyarələrinin Azərbaycan üzərindən gedir. Bizdə bilirsiniz nə silah bazaları var? 3 yerdədir. Həmən o silah şirkətləri. Birinci yerdə Türkiyədə, Amerikada və Azərbaycanda. Niyə? Çünki Türkiyədə media biraz açıqdır. Oradan İsrailə silah gedənməz. Amma Azərbaycan İsrail sayılır. İsrailin bir şəhəri kimi görünür. Azərbaycan İsrailin bir parçası kimi görünür. Ona görə Azərbaycan üzərindən silahlar da gedə bilər deyə ona görə bir neçə yerdə zavod açdılar, silah zavodları. Xüsusilə Qarabağda nə qədər silah zavodu var bilirsiniz? İsrailin yanacağı hardan gedir? Hörmüz boğazını niyə bağlayıblar Hörmüz boğazına? Hörmüz boğazının bağlanması. Dünyanı enerji resurslarından məhrum eləmək. Trump'a qarşı Avropa, Çin, başqa ölkələr narahat olsun, Trump'a qarşı baş qaldırsın. Trump'ı hədəf taxtasına otuzdursunlar. Birinci budur. İkinci niyə bağlayıb Hörmüz boğazını? Kəncərli körfəzi. Yəni o Fars körfəzi deyirlər də, o Kəncərli körfəzi. Kəncərli qədim türk sözüdür, Kəncərli. Elə bizdə də var da, Naxçıvanda Kəncərli kəndi var. Kəncərli körfəzi həmən o Fars körfəzi deyilən bir yer. Bütün o bölgələr türklərə məxsus olub. İkinci nədir məsələ? Fars körfəzinin qorunması. İran özünü qorumaq üçün o körfəzə başqa gəmi buraxmır. Sualtı gəmi, su üstü gəmi. Heç nəyi buraxmır. O bölgəyə, o da dəniz yolundan, havadan, qurudan, nəsə İrana qarşı hücum əməliyyatları, təxribat, nələrsə ola bilər. Onun qarşısını almaq üçün o bölgələri minalayır və ora heç kim girə bilməsin.